Kəbə evinin ziyarətində Allahın çağırışına ləbbeyk, ləbbeykə ya şərikə ləbbeyk sədaları ilə təvaf eləyə cavab verir. Heç bir ibadətdə təvazu əlamətləri bu qədər əyan deyil. Kəbə evində bəndənin mütləq şəkildə təvazökarlığı özünü göstərir, aşkar olur ki, bəndə nə qədər Allahın huzurunda öz acizliyini, zəlilliyini, zəifliyini, həqirliyini göstərir. Çünki həccin də müəyyən əməlləri ilə Allah bəndiyə kömək olur. Bəndəsinə kömək olur ki, məsələn, tam o maddilikdən çıxarır, ona uxrəviliyi bəxş eləyir. Görsünüz, bütün libasını soyunub qırağa atmaq, bir ağ parçaya bürünməsi tam dünyadan tədric olunmağına bir işarədir. Yəni mən uxrəvi geyimi əynimə geyindim, maddilikdən imtina elədim. Artıq insan üçün axirət, Allaha qovuşmaq daha ciddi bir məsələyə çevrilir. Və Allah da görürsünüz Ramazanda gəlir, bir ay bizi tərbiyə eləyir. Kəbə evinə aparmaqla, müəyyən ilahi övliyaların ziyarəti, məsum imamların, Kərbəla, Məşəd, orada bütün əməllərlə Allah istəyir ki, o ziyarətin hədəfi nədir? Bizi Allaha yaxınlaşdırsın. Allahı hiss eləyək. Allah bizim həyatımızda görsənsin. Allahı hiss eləyək, onun varlığını hiss eləyək.